insanlarımıza da müraciət edirəm. Evdə oturmaqla müxalifçilik etmək alınmayacaq. Meydanlara gəlmək lazımdır, yığışmaq lazımdır, qorxmaq lazım deyil. Ayrı zamanlarda üzr istəyirəm, Allahdan başqa kimləsə qorxmayın deyə ironiyanı bildiririk. Amma indi biz axı nədən qorxuruq? Çox şeyimizi əlimizdən alıblar, məhrumuq. Cavanlarımızın böyük əksəriyyəti karyera qura bilmirlər. Hara gedirlər, tanışlıq lazımdır ya da pul istəyirlər. Yaşlı insanlarımızın böyük əksəriyyəti aldıqları təqaüddən dolana bilmirlər. Bilmirlər necə dərman alsınlar, öz nəvələrini sevindirsinlər. Ha belə canını sipər eləmiş oğullarımız, igid döyüşçülərimiz bugün 80 manata mədəni şəkildə təhqir olunurlar. Bəs onlar niyə susurlar? Onları qane edib. Bugün onların çox üzr istəyirəm, propagandası var. Sigaret almağa belə o pul getmir. Nəyi gözləyirlər axı? Belə dəstək mi olur? Evdə monitor arxasında komment yazmaqla bezmədikmi dəstək olmağa? Gəlin, gələcəyimiz üçün, özümüz heç olsa övladlarımız üçün nəsə bir hərəkət eləyəyin. Allah'a da xoş getsin. Heç kim elə bilməsin ki, bugün imkanı var, övladını saxlaya bilər. Sabahlarım belin ağrıyanda, yatağa paralel olanda sən görəcəksən ki, uşaq pulu nəyə görə lazım imiş.